Excel faylında olan datanı Power BI-yə necə yükləmək olar? Home tabındakı data hissəsinə nəzər yetiririk. Bu hissədə data source-lar mövcuddur. Bu data source-ların birini seçirik, mənbəyə qoşuluruq və datanı əldə edə bilirik. Gördüyümüz kimi burada Excel mövcuddur. Həmçinin Get Data hissəsindən də Excel-i seçə bilərik. İndi isə Excel faylımıza nəzər yetirək. Product adlı bir Excel faylımız var və burada məhsul xarakteristikalarından bəhs edilir. Tarix sütunumuz, məhsul ID, kateqoriya, məhsul adı, növü, qiyməti və satış miqdarı mövcuddur. Ümumilikdə isə 143 sətrimiz, bir sətrimiz isə sütun adı, 142 sətrimiz mövcuddur. Power BI-yə keçid edirik. Excel-i seçirik. Daha sonra faylımızı seçirik. Daha sonra qarşımıza belə bir pəncərə gələcək. Bu product nöqtə uzantısından da göründüyü kimi bu Excel faylımızın adıdır. Product isə Excel faylımızdakı şitin adıdır. Bunun üzərinə bir dəfə klik etdikdə data preview kimi açılır. Amma load və transform data aktiv olmur. Bunların aktivləşməsi üçün bu hissəyə klik etmək lazımdır. Daha sonra load və transform data aktivləşir. Əgər load-u seçsək, data heç bir dəyişiklik etmədən Power BI-yə yüklənəcək. Amma transform datanı seçsək, Power Query pəncərəsi açılacaq və burada biz datanı təmizləyə bilərik. Transformasiya işləri görə bilərik datanın üzərində və daha sonra təmiz datanı Close Apply edib Power BI-yə yükləyə bilərik. Daha sonra burada 142 sətrimiz mövcuddur. Power BI ilə Excel faylı arasında interaktivliyi yoxlamaq istəsək, Excel faylına keçid edirik. Məsələn, bura yeni bir sətr əlavə edək. Məsələn, daha sonra burada rəqəm yazırıq. Bura 10 və yaxud da 10. Daha sonra bunu save edirik. Sonra Power Query pəncərəsinə keçid edirik. Baxırıq ki, 142 heç bir dəyişiklik yoxdur. Refresh edirik. Həmin sətr Power BI-yə yükləndi.